Fəsil 15. Nərmin mağazada dayanıb qızının məktəb ləvazimatlarını gözdən keçirərək növbəti xırda əşyaları seçməsinə baxırdı. Sabah Aysel ilk dəfə 1-ci sinifə gedirdi. Nərmin sanki maraqlıdırmış kimi davranırdı, amma əslində onu yalnız bir şey düşündürürdü. Rüstəmin Aysel üçün və o boz sıçan Samirə üçün hazırladığı sürpriz. Rüstəmin ondan sonra bu solğunluğa diqqət yetirməsi fikri Nərmini əsəbləşdirirdi. O, Bakıya qaydanda tamam başqa qarşılanma gözləyirdi. Ortaq tanışlardan öyrənmişdi ki, Rüstəm hələ də evli deyil. Bu ona yaxşı əlamət kimi görünmüşdü. Deməli, hələ də sevir və gözləyir. 5 il davam edən qarışıq həyat, uğursuz münasibətlərdən sonra sabit, etibarlı Rüstəmlə və qızı ilə hər şeyi yenidən başlamaq fikri ona o qədər də pis görünmürdü. Düzdür, ana olmaq düşüncəsinə Nərmin hələ də tam alışmamışdı. Amma o çox gənc və çox gözəl ana idi. Aysel də şirin bir qız idi. Yaşıl gözlərini miras almasa da. Həddindən artıq sual verirdi. Amma ümumilikdə Nərmin onunla vaxt keçirməyi bəyənirdi. Müəyyən bir ana qədər. Ana, hansı flomasterlər yaxşıdır? Kömək edərsən? Aysel başını qaldırıb 2 dəsti əlində tutaraq soruşdu. Fərqi yoxdur. Hansını istəyirsən onu götür. Nərmin çiyinlərini çəkib səbirsizliklə dabanını yerə döyəclədi. Yaxşı, onda sonra Samirə ilə seçərəm. Bəlkə onun flomasterlər üçün də bir üsulu var. Nərmin diksindi. Qızın sözünü bitirməsinə imkan vermədən hər 2 dəsti əlindən alıb kassaya tərəf getdi. Mən nəyi seçəcəyimi bilməyəndə hər ikisini alıram. Hər şey sadədir. Kassada ödəniş edib, Ayselə tərəf əyildi, səsini alçaltdı, amma içindəki gərginlik hiss olunurdu. Sabah mənə deyərsən, atan hansı sürprizi hazırlayıb, hə? Əlbəttə, ana, amma hələ onu danışdıra bilməmişəm. Samirə ilə razılaşmışıq, əgər ağzından qaçırsa, bizi zooparka aparmalı olacaq. Ümumiyyətlə, sizin onun iştirakı olmadan baş verən bir şeyiniz varmı? Nərmin əsəbini güclə boğaraq liftin düyməsini bastı. Aysel susaraq yanında gedirdi. Sonra birdən sakitcə dedi. O sənə xoş gəlmir. Heç. Nərmin quru cavab verdi. Bilirsən niyə? Qız başı ilə təsdiqlədi. Çünki mən ailəmizi geri qaytarmaq istəyirəm. Yenə birlikdə yaşamaq. Sən, mən və atan. Amma onun ucbatından bu mümkün deyil. O mane olur. Çünki onun çoxdan evlənmək vaxtıdır və atan rahat bir variantdır. Üstəlik, kim sənin kimi bir qızın anası olmaqdan imtina edər ki, deyə səsini biraz yumşaltdı. Nərmin diz çöktü, qızının göz səriyyəsinə enərək, birbaşa gözlərinə baxaraq yavaşca dedi. Amma mən sənin ananam. Başa düşürsən? Və heç kim, heç vaxt məni əvəz edə bilməz. Aysel biraz sustu, sonra çəkinə-çəkinə onun boynunu qucaqladı. Bilirəm, astaca dedi. Sadəcə Samirə ilə də yaxşıdır. Başqa cür, amma yaxşıdır. Nərmin dodaqlarını sıxdı və qızını biraz da artıq möhkəm qucaqladı. Eşitmək istədiyim də elə bu idi, pıçıldadı. İndi isə evə getməliyik. Sabah 1-ci dəfə 1-ci sinifdir. Atana söz vermişəm ki, səni tez qaytarım, ki çantanı yığasınız, hər şeyi hazırlayasınız. Yaxşı, ana, Aysel sakitcə cavab verdi, hələ də onu qucaqlayaraq. Nərmin ayağa qalxdı, ətəyini düzəltdi və vitrin şüşəsində öz ideal figurunun əksini tutub gülümsədi. Bu oyunu udmaq üçün onun bircə şansı da yoxdu. Binanın qarşısında maşını saxlayıb, dərindən nəfəs alıb, qızına tərəf döndü. Çantanı və məktəb formasını çox görmək istərdim, amma qorxuram, atan yığışmağınıza mane olmağımı istəməz. Atan heç nə deməz, gəl əlbəttə, mən sənə məktəb üçün aldığımız hər şeyi göstərəcəm. Aysel sevinclə dedi. Qapını açan Rüstəm kənara çəkilib qızını içəri buraxdı. Gecikmisiniz, bizim isə hələ çox işimiz var, soyuqca dedi. Ata, olar mamam mənə kömək etsin, mən ona hər şeyi göstərmək istəyirəm. Aysel ona sıxılıb yuxarıdan baxdı. Rüstəm başını işıq saçan Ayseldən arxada məsum sifətlə dayanan Nərminə çevirdi. 10 dəqiqəniz var, sonra ana gedəcək, bildiyim kimi çox işi var. Aysel sevinclə anasının əlindən tutub otağına apardı. Rüstəm mətbəxə keçdi. Soyuducudan kola götürdü, bir qurtum içdi və pəncərənin yanında dayandı. Başqını divar saatından çəkmədən. Dəqiq 5 dəqiqə sonra Nərmin mətbəxə girdi. Rüstəmə yaxınlaşıb onun əlindən kolanı aldı, bir qurtum içdi, geri uzatdı.
Rüstəm bankanı götürüb nümayişkaranə şəkildə zibil qabına atdı. Sən getməlisən, soyuqca dedi. Niyə belə edirsən? Axı bir vaxtlar bizə yaxşı idi. Nərmin səsini alçaldaraq pıçıldadı. Rüstəm gülümsəmədi. Quru cavab verdi. Ola bilsin, amma mən artıq bunu xatırlamıram. Mən xatırlada bilərəm, deyə çiyninə toxundu. Yenə birlikdə ola bilərik. Yenə ailə ola bilərik. Eyni çaya 2 dəfə girmək olmur. Mən bunu öyrənmişəm. Sən də anlamağa çalış. Rüstəm onun əlini üstündən silkələyərək, demək olar ki, ikrahla dedi. Aralarında sükut çöktü. Nərmin sanki şillə yemiş kimi dikəldi. Doğrudan düşünürsən ki, o boz siçan sənə məndən daha uyğundur? Dişləri arasından sıxdı. Səni o qədər yaxşı tanıyıram, Nərmin. Rüstəmin səsi sakit idi, amma Polad kimi səslənirdi. Bir addım yaxınlaşdı. İndi qızınla sağollaşacaqsan və gedəcəksən. Və yadında saxla, mənim razılığım olmadan bir də bu evə gəlməyə cürət etmə, heç bir bəhanə ilə.